Ki axşamınız xeyir. Dedilər mənə ki, dostlarım hamısı, biz ad günü ilə gələkdə hamımız. Dedim birsinə var. Oturun evinizdə, eşiğinizdə. Mən də rahat bırakın. Mən istəyirəm öz evdəkilərimlə də, lap belə. Siz də doğmazsınız, amma ailə üzvlərimlə keçirdim. Yəni qızlarım, oğlanlarım, nəvəm Qafar çıxım, qadasını alım. Böyük bacı, böyük qardaş, tavariş, Qaspazin Ramaldanov, polkovnik, bilirsiniz, tanıyırsınız. Məndən yaxşı tanıyırsınız siz. Hərbiçi dostumuz, qardaşımız, böyük qardaşımız. Elə istədik bağda yığışaq, tontuşlarla keçirdik bu ad gününü, balaca bir süfrə düzəltdik. 55 olsa çoxu böyük bir süfrə gözləyirdi. Yəni, böyük bir məclis, amma istəmədim. İstədim belə kompakt olsun, minimalka olsun. İndi mənə deyirlər, bunu da mənim kiçik qızım hazırlayıb bu tortu. Hələ dadmamışam, amma özünə oxşayır. Tontuş da özü kimi tortu da dadlı olar. Çox, belə hiss edirəm. Murad mənim də tort göndərib dadaşıb sağ olsun. Onu saxlamışam sonraya. Bu əvvələ birinci seriyadır, o ikinci seriya. İndi söndüreyim bunu, söndürmüyüm. Söndürsün mənim həyatım sönmüş olur. Yox, ancaq ki, şokoladını söndür. Necə? Konfetə, bir ya qəndlə, bir dənə qənd gətir, şamı qəndlə söndürək. Doğrudan. Qənd, orada bir dənə qənd xahiş edirəm. Biz də çəkilişimiz davam edir. Seriyalı biz çəkirik. Bir dənə qənd, belə full əmiyim, hə? Bu da təzədir, bu da Ramaldanovun xanımının, mənim böyük bacımın ideyasıdır. Yox, mənə əvvəldən o cür deyil. Füləməzlər yəni. Siz ona çəkirsiniz. Qənd elə bükürlər ki, deməli neylə, belə sadəcə. Ürəyində arzu muradı bu deyib. Arzular çoxdur, ay bacı. Bacı! Allah hamısını yetirsin. İnşallah, belə söndürüm, hə? Diyor, əlim yandı. Söndürdüm. Bunu sonra yiyeyim. Onunla çay içəsin. Gördünüz? Bundan sonra belə eləyim. Yəni bir də o nəfəsinizi torta vurmayın. Bayramımız mübarək, bayram mübarək, 55 yaşım mübarək. Amma 55 deyil, 35'dən də özümü asıs edirəm. Yəni ruhən cavanam, enerjiliyəm, dinamikam, potensialım hələ çoxdur. Hələ ki, yaşamağa dəyər. Hələ nadir çıxıda görüm, sonra baxarım. Öpürəm sizi.